Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan Baxşəliyev Natiq Əlişoğlunun anım günü tədbiri keçirilib. Əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında şəhidimizin məzarı ziyarət olunub. Üzərinə əklil və gül dəstələri düzülüb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dualar oxunub. Daha sonra tədbir Sumqayıt şəhəri 13-cü mikrorayon ünvanında şəhidlərimiz Baxşəliyev Natiq Əlişoğlu, İsmailov Vidadi Ağalaroğlu və Bağırov Rahib Nüsrətoğlunun xatirə barəlyev kompleksinin qarşısında davam etdirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub, 274 nəfər əlil, 100 nəfərdən çox sakin isə itkin düşüb. Şəhidimizin həyat yoldaşı Nəzakət Baxşəliyeva göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd olunub ki, 44 günlük vətən müharibəsində Azərbaycan ordusu müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Qeyd edək ki, şəhid Baxşəliyev Natiq Əlişoğlu 9 may 1969-cu ildə Zəngəzur mahalı Qubadlı rayonunun Molla Bürhan kəndində anadan olub. 1993-cü il yanvar ayının 27-sində cəbhəyə yollanıb. Qubadlı, Laçın, Ağdam və Füzuli rayonları uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Son döyüşü 1994-cü il noyabr ayının 28-də Füzuli bölgəsində olub. Həmin gün qanlı döyüşdə Natiq şücaətlər göstərərək xeyli sayda erməni terrorçularının məhv edilməsində iştirak edib. Natiq Baxşəliyev Füzulidə gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub. Evli idi. Xəyal adında oğlu yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəmistan Fikrətli Elbrus İsmailov bugün informasiya proqramı üçün.